yarım saat deməzdim, 1 saata təxmini gəldi. Hazırda Özbəkistan tərəfdəyik və keçirəm Tacikistan tərəfə, sərhəddəyəm. Ümid edilən bir problem olmadan Tacikistana 6-cı ölkəmə keçəcəyik. Ölkəm Tacikistana daxil olduq. Çox rahat, təxmini 50 dəqiqə vaxt apardı və 50 dəqiqə ərzində sərhəddi keçdi. Yoxlama çox da belə dərindən deyildi, rahatlıqla. Sadəcə Kütay turistləri çox idi. Onları sadəcə növbədə vaxt apardılar, digər rahatlıqla keçdim. Artıq Tacikistan tərəfdəyik və taksiyə doğru gedirəm. Təxmini olaraq qiymət buradan Düşənbəyə 4 saat aparacaq və 20 dollar olacaq. Görək. Deməli belə, sərhəddən çıxdım və yerli Tacik xalqı, yəni Azərbaycan adını eşidən kimi çox isti qarşıladı və çıxışda mənə taksi tapmağa, hara gedəcəyimə, hər bir şeyi burada mənə köməkli göstərdilər. Hal-hazırda taksimi də tapıblar və 20 dollara düz Düşənbədə şəhər mərkəzinə kimi gedəcəm. Ondan sonra da orada taksi axtaracam, orada otel axtaracam. Yəni çox mehriban millətdir, çox kömək eləyəndir. Yəni tək mənə yox, digər turistlərə də kömək, yəni əllərindən gələni eləyirlər. Məncə, yəni o ən çox hava limanlarında və yaxud da sərhədlərdə, avtovağzallarda adam allanma meyilli olur, amma burada düz yerli insanlar mənə kömək elədi və allanma hissi yoxdur. Nəysə, gedək. Yolumuz uzundur. 4 saat yolumuz var. Yolda gəldik və belə bir yerdə dayanmışıq. Burada küçə yeməkləri və maraqlı bir şeylər satılır və Tacikistana düşdüyüm andan İrşad adlı şəxsli mənə çox kömək olub. Вот это по-нашему называется крут. А у нас тоже крут. Крут, да. Это, ну, знаешь, да, это сделано из этого. Из творога делает, сам своими руками делает. Ну, особенно их молоко, вот это творог городский. Я не знаю, ну, по-русски я плохо знаю, но постараюсь тебе объяснить. Вот. Ну, на глаз не обращайте, я только что операцию сделал, короче. Здесь бывает соленый. Вот видишь, самый большой? Да. Это еще маленький. Бывает, вот такой бывает. Их основной сделает у нас куртов. Знаешь, такой куртов? Ну, поедешь там на горе, там скажешь, сделай тебе куртов из крута, короче. Потом это блюдо такое. У, например, самаркандский плофи, а таджики есть куртов, короче. Делается мясо, делает крут. С крутом там делает специально лепешка у нас. С лепешкой, там лук, очень горячее масло. Очень туда все свежее, так сказать. Поедешь в город, там скажешь, сделай тебе куртов. Они тебе там сам бывает с мясом, без мяса, ну только скажи, сделай с крутом. Они иногда с этим сделают, творог обычно делают. Это горный, так сказать. Хорошо, спасибо. Проблема заказала. Bu bizdəki pendirin qurudulmuş versiyasıdır. Qurut. Yəni Qazax ətrafında, Qazaxda çox olur bundan. Tanım şahara güzel. Tatlıdır. Bir tohmat aynı var. Çox maraqlı bir sistemlə burada rastlaşdım. Xaladenikdir. Soyuducu əvəzi dağdan gələn su. Yəni burada içkiləri qoyurlar. Həmin içkilərin üstünə tökülərək onları soyuq saxlayır. Çox maraqlı sistemdir. Həyatımda birinci dəfə burada gördüm. Məncə maraqlıdır. Все хорошо. Стендером? Самса. Баранья из говядины. Tatlı görsəniz. Самса надо горячий, зеленый чай. Вы знаете, это зеленый или черный? Burada çomça verirlər, eləcə də çaydır. Çay pulsuzdur. Чай бесплатно. Nə? Здесь вот на ходу пойдешь, покушай и поедешь дальше. Ну здесь не город, видишь, там все гора. Nədir? Və təndirdə pişir.
Это своего родителей взял. Давай, приятного, брат. Spasibo. Dadına baxıb sizə də bildirəcəm dadını. Somçanın dadına baxdım, çox dadlıdır, çox bəyəndim. Buradan aldıq deyəndə qonaq elədilər, dadına baxdım və bildirdilər ki, düşənbədə yesəm daha dadlı olacaq. Orada da yeməyə çalışacağam. Yəni dadı superdir, içi doludur. Yolumuz davam, görə başımıza nə gəlir. ایران اکادمی نه پلوت مونومارکا هستن Və Tacikistana çatdım və günü 40 dollara otel götürdüm 2 günlük. Çox gözəl otel idi, 5 ulduz oteldir və bunu mənə həmin gəldiyim maşında olan insanlar yardımı ilə tapdım. Və ondan sonra şəhərin görüntülərini göstərirəm və şəhərə çıxdım gəzməyə və ilkin təəssürat olaraq çox təmiz, çox gözləmədiyim bir şəhər oldu ki, həqiqətən hər yer səliqəli, gözəl, düz Sovetin ab-havası hiss olunan girişdə görmüşdüm ki, göy binalar var ki, orada həmin oranın görüntüsünü götürmək üçün bu yolla getdim və biraz yəni böyük bir şəhər deyil, əhalisi də çox böyük deyil. Yəni Bakı kimi megapolis şəhərdən sonra ora düşürsən, yəni şəhərin böyüklüyü və kiçik olduğu hiss olunur və böyük binalar da azdır və bir hissəsi də həyət evləridir, amma çox səliqəli və təmiz və gözəl şəhərdir. Və qərara gəldim ki, yemək yeməliyəm, çünki təzə gəlmişdim şəhərə və mikrofonum da işləmədiyim üçün və sonradan səsləndirmə aparıram üstünə və qarşıda gedib yeni yemək yemək üçün milli yemək yeyə biləcəyim bir restoran axtarıram və yolda Sovetin ab-havasını hiss eləyə biləcəyim bu cür göy binaları görürəm və bu cür göy binalar həqiqətən çox gözəl görsənirdi. Adi Sovet binasıdır, amma rənglənib deyə həqiqətən çox gözəl görsənirdi və bu binalardan biraz qabağa keçdikdən sonra da Sambusa restoranı var ki, ora getdim və özbək aşı yox, özbək aşını Özbəkistanda yemişdim. Bu isə tacik aşıdır. Oxşardı, eyni tipli bir şey, yəni oxşar millətlərdir deyə yemək də eyni formadadır və bu restoranıdır ki, adını da çəkib qoyuram və düz bunun yanında da bir möhtəşəm bir park var. Aprel ayı olsa da hələ də Novruz bayramı orada davam eləyirdi və çox yaşıllıq, sakitçilik. Yəni yaşayası olsaydım hər gün o parka gedərdim. Parkın da girişi ödənişli idi. Yəni mən bunu bilmirdim. İçəri daxil olanda gözətçi gəlib mənə buranın ödənişli olduğunu dedi. Və həmin an üstümdə özbək pulu, tacik pulu olmadığım üçün hətta məni pulsuz buraxdılar içəri. Yəni ümumiyyətlə Tacikistanda insanlar çox qonaqpərvərdir. Həqiqətən orada olduğum müddətdə insanların mənə yanaşması, insanların mənə verdiyi qonaqpərvərlik həqiqətən fərqli idi. Yəni o diqqəti, o fərqliliyi hiss elədim. Yəni çox gözəl millətdilər. Azərbaycanlılara qarşı xüsusi simpatiyaları var. Bu cür gözəl bir parka getdim və yaşıllıqlar, sakitçilik, yəni insanların özü də çox olmasa da insanlar, amma mən özüm məsələn orada yaşasaydım, ailəmlə hər dəfə gedə biləcəyim bir məkanlardan biri olardı. Şəhərin tam mərkəzi deyil, biraz qıraq tərəfidir, amma insanın istirahət eləməsi üçün, yaşıllıq və təbiəti hiss eləməsi üçün çox gözəl bir yerdir. Və bu parkı gəzdim. Düzdür, xüsusi bir turistik məkan deyil, qeyri-adi bir şey görməyəcəksiniz, amma yəni düşənbəyə getmisənsə, fərqlilik, qeyri-adiliyi axtarmaq üçün nisbətən Tacikistanın gözəlliyi dağlarında və dağ təbiətindədir. Yəni ona görə də mərkəzdə bir xüsusi bir gözəllik axtarmağın mənası olmayacaq. Və mənim də vaxtım çox qısa bir vaxt idi və əsas paytaxt şəhərindən sizə çəkmək üçün gəlmişdim. Və bu parkı da gəzdikdən sonra ən çox diqqətimi çəkən bir şey isə trolleybus oldu ki, yəni ümumiyyətlə ora düşdüyüm vaxtda bu trolleybus ən çox diqqətimi çəkən bir şeylərdəndir ki, uşaq vaxtı gördüyümüz trolleybusu canlı, real görürdüm. Bu mənə çox xoş gəldi. Və bu cür
axşam mənzərəsi ilə Tacikistanın sizlə baş-başa buraxım və bundan sonra da mikrofonum işləyir, davam eləyəcəm. Öz səsimlə, orada çəkdiyim səslə davam eləyəcəm. Şəhərin gecə gəzintisinə çıxmışam. Üzü Rudaki parkı var. Ora tərəf gedirəm, görüm maraqlı nə tapıram. Və maraqlı taksilər görürsünüz, ancaq Kitay maşınlardır. Bayadı və bir dənə də bilmirəm, logosundan tanımıram, amma ancaq Kitay maşınlardır taksilər və yetəri qədər də təzə və keyfiyyətlidir. Açığı bu cür təmiz, geniş küçələr, rahat, işıqlı şəhər gözləmirdim. Daha çox Asiya tipli şəhər gözləyirdim, amma elə deyil. Bura çox təmiz, yetəri qədər inkişaf eləmiş bir paytaxtdır. Yəni yolları geniş, tərtəmiz. Şəhər turistik deyil, ancaq yaşamaq üçün idealdır. Və şəhər mərkəzinə gedirsən, bu cür gözəl, çox tülpanlarla bol, güllərlə bol parkları var. Həqiqətən gözəl görsənir və insanlar da həqiqətən burada gəlirlər, istirahət edirlər. Yəni, hər yer güldür də. Çox gözəl görsənir. Adi bir yol qırağı parkdır. Bəlkə də Novruz bayramına görə dedim, Novruz bayramından düzdür, bir xeyli müddət keçib, ancaq burada hələ də Novruzun atributları, reklamları hələ də qalır. Yəni, çox fərqli və maraqlı parkdır. Yəni, səssiz baxın. Deməli, Bakıda hələ də olmasa da, Cezene Burak'ın Tacikistanda Düşənbədə restoranı var və bu cür restorandır. Sabah çalışacağım, axşam gəlin bura və yeməklərin də dadına baxım. Çünki Bakıda yoxdur. Yəqin ki, burada dadına baxacağım və daha möhtəşəmsə, burada çox gözəl İstiqlal Parkı var. Yəni, işıqlar falan, yəni kameradan o effekti bilinmir, amma çəkdikcə kadrlardan göstərəcəm və indi baxın kadrları qoyuram və daha sonra isə içəri daxil olacaq. Görüm içəridə nə var. Amma çox gözəl görsənir. İçində işıqları falan. Bu kameradan o hissi vermək mümkün deyil. Və ön dərəcədə də bura aprel ayı olsa da hələ də Novruz bayramı davam edir. Baxın. Hələ Novruz bayramımız mübarək qalıb. Aprel ayında yığışdırın da bunu. Bayram qutarıb. Bizdə səmənlər uca qoyublar. Qırağa, amma burada hələ səmənlər buradadır. Hələ Novruz bayramıdır. Və indi içəri daxil olan bilmirəm, pulludur, pulsuzdur, amma görüntü əladır. İndi keçək. İçəridən də indi sizə parkın görüntüsünü, çəkdiyim görüntüləri verəcəm. İstiqlal Meydanı adlı parkdayıq və burada hələ də Novruz ab-havası davam edir. Novruzun atributları, baxın, nə böyüklükdə səməni var. İndi birazdan onu daha yaxşı çəkib sizin üçün videoda qoyacağım, görərsiniz. Novruz ab-havası davam edir. Bu dərəcədə gözləmirdim mən buranı. Çox gözəldir, çox. Yəni bayramda bura daha maraqlı olar, nəinki Özbəkistan. Çünki çox qəşəng hazırlaşıblar Novruza. Yəqin ki, yarmarka falan da olar, hal-hazırda yoxdur, çünki aprel ayıdır indi. Aprel ayı olsa da burada hələ də Novruz davam edir. İndi görüntüləri qoyuram, görüntülərdən baxın parka.
Düz bayaqki parkın yanında giriş sol girişindən çıxıq da görəcəksiniz belə bir möhtəşəm bir məscid var. Hal-hazırda içəridə də azan verilir. Yəni çox möhtəşəm görüntüsü var. İndi ya qabaqdan da çəkilişini aparacağam. Yəni gəldiyiniz halda burada gələ bilərsiniz. Çox gözəl məsciddir. Bundan əlavə ümumiyyətlə ChatGPT falan yazanda, ümumiyyətlə maraqlananda hamı Tacikistanı kasıb dövlət, nə bilim Sovetin qalmış binaları falan. Burada heç Sovetin binası yoxdur qardaş. Elə bil Ağ şəhərdir. Parkları falan, yəni heç də kasıb dövlətə oxşamır. Yəni çox gözəldir. Buranın bir son görüntüsünü verim. Məncə çox gözəldir.